Allah Subhanahu wa Ta'ala Şuayb aleyhissalam haqqında buyurur ki, Hud surəsində İn uridu illəl-islahə məstata'd və mə tevfiq illə billah aleyhi təvəkkəlt və ileyhi unib. Necə ki, Şuayb aleyhissalam buyurur, mən islahı ancaq bacardığım qədər etmək istəyirəm, mənim müvəffəqiyyətim ancaq Allahın sayəsindədir. Ancaq ona təvəkkül edir və ancaq ona üst tuturam. Və sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, duanın növbəti hissəsində və ileykə həkəmt. Ey Allahım, sənin hökmünə üst tutdum. Allahın hökmünə üst tutmaq, yəni insanların arasında baş verən ixtilaflar zamanı insanlar öz aralarındakı ixtilafı Allahın şəriətinə və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə qaytarmalıdırlar. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِنْ شَيْءٍ فَحُكْمُهُ إِلَى اللّٰهِ ذَلِكُمُ اللّٰهَ رَبِّ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ. İxtilafa düşdüyünüz bir şeyin hökmünü vermək ancaq Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən ancaq ona təvəkkül edirəm və yalnız ona üst tuturam. Həmsə Allah Subhanahu wa Ta'ala başqa bir ayədə buyurur ki, فَإِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ. Əgər Allaha və axirət gününə iman gətirmişsinizsə, inanırsınızsa, bir şey barəsində mübahisə etdiyiniz zaman onu Allaha və onun elçisinə qaytarın. Allaha və onun elçisinə qaytarmaq, yəni Allah Subhanahu wa Ta'ala'nın kitabına, Qur'ana qaytarmaq və elçisi isə, yəni Muhammed sallallahu aleyhi ve sellem sünnəsinə qaytarmağımız vacibdir.